Zığ avtomobil yolunun yaxınlığındayıq. Bu ərazidə olan zavod və fabriklərin tullantıları ərazinin müxtəlif yerlərində yandırılır. Bu da təbii olaraq həm ekoloji, həm də bu ətrafda yerləşən qəsəbələrdə yaşayan sakinlərin narazılığına səbəb olur. Bir-iki dəfə yəni görmüşəm də. Yəni bilirsiz necə yalan deməyim də görmüşəm. Şimal küləyi əsəndə birbaşa burada dayanmaq mümkün deyil. Dəfələrlə bununla bağlı mən hətta icra başçısının da qəbuluna getmişəm. Demişəm ki, iradlarımı bildirmişəm ki, yəni burada qalmaq mümkün deyil. Xahiş edirəm tədbir görün. Deyib yaxşı yanındakilərə deyib ki, tədbir görün. Ortalıqda nəticə yoxdur faktiki olaraq. İndi bax havalar soyuyur, isinir. Birazdan burada qalmaq qeyri-mümkündür. Tüsüdən cəmaət paltar da yuyub sərə bilmir. Tüsü aləmi götürür. İyisin alsan, get bax yuduğun paltarın hamısını al. Nə paltar yuymuşdum, hamısını alıb tüsü.